İfşa olan erməni deputatla bağlı sərt qərar Rusiya qadağa qoydu. Ermənistan Milli Assambleyasının Hakim Mülki Müqavilə fraksiyasından olan deputatı Xaçatur Sukyasyanın Rusiya girişinə qadağa qoyulub. Report xəbər verir ki, bu barədə News 24 məlumat yayıb. Səbəb açıqlanmır. Məlumat Alrosa şirkətindən almazların uğurlanması və onların Sukyasyana bağlı şirkətə çatdırılması ilə əlaqələndirilir. Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti Alrosa şirkətindən almaz uğurlayan şəxslərin tutulması barədə məlumat vermişdi. Axtarışlar zamanı təxminən 200 min karatlıq sənaye almaz xammalı, pul və zinət əşyaları müsadirə olunub. Uğurlanmış almazlar Ermənistana, Xaçatur Sukyasyana bağlı ADM Diamonds şirkətinə çatdırılıb. Daha sonra deputatın ofisi onun hadisədə iştirakını təksib eləyib.